Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Şəxsi özünə tikmə, şəxsi tikili ev təcili olaraq satışa çıxarıldı. Qarajla 9 otaqlı 2 mərtəbədir. Əziz izləyicilər, 6 sot yarımın içindədir. Kupsası var, torpağın kupsası var, tikinti təyinatlıdır. Bağlı bağçalı, evin yan tərəfində də bağı bağçası da var. Əlavə həyətində 2 otaqlı ev də var. Onu da göstərəcəm. Həyətində bax bu hamam. Evə bir təmir lazımdır. Köhnə təmirli evdir. Çöldə baba hamam otağıdır. Şəxsi tikili, özünə tikmə evdir. Bu da üzü istəyirəm tualetidir. Bax belə bir 6 sot yarımın içində çıxarışı var. Torpağın çıxarışı 8-9 tonluq ehtiyac süsəni, üzüm tənə, gülü, çiçəyi, bağı, bağçası 2 mərtəbə, deməli, qarajsız 8 otaqdır. 2 otağın ayrıza girişi var, 2 otağın ayrıza girişi var. Hər tərəfdən də evə inşallah məsafə də qorunub, saxlanılıbdır. Gördüyünüz kimi, bax belə bir gözəl 2 mərtəbəli bağlı bağçalı evdir. Təcili çıxıb satışa, qiyməti 140 mindən satışa çıxarılıb. Bax, burada bağı bağçasıdır, görürsünüz. Bağlı, bağçalı, o gördüyünüzdə 2 otaqlı evdir. Bağında 2 otaqlı ev də var, tikili. Evin bu hissəsindən də giriş var, 2 otağa. Qarşı tərəfdən də, evin o birisi tərəfindən də isə, oradan da qalan 2 otağa bax belə bir girişi var. Əvvəla bir bağını, bağçasını göstərmək istəyirəm. Özüm yaşıllıq bağ-bağça vurğunuyam. Görürsünüz izləyicilər, hər tərəfdən görürsünüz, ən azı bir 2 metr, 3 metr məsafəsi var əziz izləyicilər. Xahiş olunur, kanala abunə olub bəyənib paylaşmağı unutmayasınız. 1-2 otaq buradadır. 2 ailəli ev, burada mətbəxdir, gördüyünüz kimi. Biraz qaranlıqdır, üzüllü sayın. Bir də ikinci, bax belə bir böyük otağı, birinci mərtəbənin buradadır. Buradadır, istilik sistemdə kombidir, çəkilib radiatorlar da var. Bir də aşağıda 4 otaqdır, birinci mərtəbədə. İkinci mərtəbədə də 4 otaqdır. Keçim evin o birisi qarajı da göstərim sizə. Bu da qaraj hissəsidir. Görürsünüz, 140 minə. 6 sot yarım. Burada torpağın sotu hazırda giriş massivlərdir, sağ massivdir. Cantəpə deyilən ərazidə yerləşir. Marşrutda 560, asfalt yola 150 metr, marşrutda da bir 300-400 metr məsafəsi var. Bax, qalan o 2 otağa da buradan girişdir, gördüyünüz kimi. Buradan girişdir. Birinci mərtəbədə 4 otaqdır, 1 mətbəxdir. Birinci mərtəbədə 4 otaq, 1 mətbəxdir. 140 minə. Kupsası da torpağım var. Evə də kupsa ala bilərsiniz. 6 sot yarıma yaxındır. Tikinti təyinatlıdır. Evə də kupsa alıb qeydiyyata düşə bilərsiniz əzizlər. Evin də hündürlüyünü görürsünüz. Bir 12, 13, 14 daş olar. Səhv eləmirəmsə. Buradan da bağı bağçanı. Elə bu terasda, yayda. İndi bir də təmizlik işi gör, köç olub deyə Burada yaşamırlar, şəhərdə yaşayırlar, təcili çıxarılıb satışa. Elə burada, vallahi nə edirsiniz də, əgər burada bir bağına tərəf çaydan, samavardan, kababdan girən kimi bax belə bir böyük qonaq otağımızdır. Gördüyünüz kimi 2-ci mərtəbədə biraz səliqəsizdir. Kombilər də var, qaz, işıq, su, mərkəzi kanalizasiya. Böyük otaqdır. Bu da mətbəxdir. Bu da mətbəxdir. Bax, belə bir konserində kimi var. Belə bir böyük qonaq otaq. 270 kvadrat, 280 kvadrata yaxındır. Burada da bir yataq otağıdır. Gördüyünüz kimi. İkinci otaq. Hər mərtəbədə 4 otaqdır. Bu da 4-cü otaq. Qonaq otağından bir yerdə 4-cü otaqdır. Təmir lazım, divar kağızları dəyişilməlidir. Elə bir böyük şey yoxdur. Aboyları dəyişsəz bəs eləyir. Aboyları dəyişsəz bəs eləyir, yaşayışlı evdir, özünə tikmə şəxsi evdir. Və maraqlısı budur ki, 2-ci mərtəbədən 1-ci mərtəbəyə buradan da piləkənlə inşallah düşmək olur. Bu da 2-ci mərtəbənin hamam otağıdır, hazırdır. Hamamın şulkasına qədər hamısı var. Burada da əlavə kombisi, hər bir şey mövcuddur. Qiyməti 140 min manata.
Real alıcı ilə də razılaşma olacaq. Çıxarışı var. Masazırda hündür massivdir, su qalan ərazi deyil, sənədli, sübutlu, bağlı, bağçalı. Torpaq qiymətinə satılır. Ev hədiyyə verilir. Ev hədiyyə verilir. Burada torpağın sotu 20-25 min manatdır. Elə 20 mindən hesablasaz 6 sotu 120 min manat eləyir. Torpaq qiymətinə ev. Evdə hədiyyə verilir. 140 min manata. Nömrəmiz WhatsApp səng eyni nömrədir, səhifədədir. Nömrəmiz inşallah əlaqə saxlaya bilərsiniz, gəlib baxa bilərik. Satışda başqa evlərimiz də var. Nəqd və kreditlə təmirli və təmirsiz satılan əmlakınız varsa müraciət eləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Allah sizi qorusun.